Hardansan? Rayondansan, hə? Ləhcəndən hiss olunur elə. Yəqin ki, tez-tez rayonlu ləhcəsi, şəhərli ləhcəsi, ədəbi Azərbaycan dili kimi nisbi anlayışlarla gündəmə gələn məsələlərdən xəbərdarsınız. Elə ləhcə məsələsindən danışmışkən, bugünkü İtalyan dili əslində Toskana dialektidir. İtalyan dilinin banisi hesab olunan Dante Alighieri Florensiyaya yaxın Toskan ərazisində doğulub və o ləhcədə danışdığı üçün, İtalyan dilində o yaratdığı üçün onun ləhcəsi bugün davam edir. Məsələn, standart İtalyan dilində bu cür deyilir. Io sono andato a casa. İndi bunu Neapol zonasına, yəni cənubdakı Napoli bölgəsində bəzən bu cür eşidə bilərsiniz. I so giusto a casa. I so giusto a casa. Ya da Siciliya ləhcəsində andato yerinə giu tipli formalarda eşidə bilərsiniz. Bu danışıq formaları əsrlərlə özünü ədəbiyyatda təzahür edib və sadəcə dövlət standart kimi Toskananı seçdiyi üçün bugün standart İtalyan dili Toskana ləhcəsi kimi qəbul olunur. Başqa misal verim, keçək İspan dilinə. Standart Kastilya İspancasında deyilir gracias. Amma İspaniyanın cənubunda, Endalusiyada çox vaxt gracias yox, daha yumşaq gracia kimi səslənir. Axırdakı s düşür. Ya da fransız dili, standart fransız dili Paris fransızcası hesab olunur. Amma cənubda Oksitan dilinin də təsiri ilə fərqli variasiyalara rast gəlinir. Bir vaxtlar bu danışıq formalarına breton deyirdilər. Breton, yəni kobud kənd dili mənasında güya. Amma həmin kənd dili öz sintaksisinə, öz tarixinə və öz poetikasına malik idi. Amerikan ləhcəsi və Britaniya ləhcəsi çox mübahisə olunur, hansı orijinaldır, amma əslində yəni belə baxanda heç biri, hətta bəlkə Amerikan daha orijinal sayılmalıdır. Çünki Britaniyada indiki kimi London aksenti deyirik də biz ona. O cür danışıq 19-20-ci əsrlərdən sonra başlayıb Amerikaya köç edən o ingilisləri özlərindən fərqləndirmək üçün aristokratlar London ləhcəsini, dialektini inkişaf elətdirib və bugünkü Britaniya ingiliscəsini formalaşdırıb. Yəni BBC müxbirlərinin danışdığı dil onların sonradan müəyyən elədiyi Received Pronunciation, yəni RP kimi qəbul olunub. Bu olub standart ingilis dili. Buna görə də yanaşmanı dəyişdirməliyik. Sənin ləhcən belədir, sənin danışığın belədir, sən savadsızsan və s. kimi mühakimələri yığışdırmalıyıq. Çünki standart dil siyasi mərkəzin dialektidir. Hansı bölgə iqtisadi və mədəni gücə malikdirsə, onun danışıq forması ədəbi elan olunur və bu cür yeridilir insanlara. Bu prosesi bir cümlə ilə ifadə edən məşhur bir fikir var və adətən bu fikir səhv etmirəmsə Max Weinreich ilə əlaqələndirilir. Weinreich belə deyirdi: dil ordusu və donanması olan dialektdir. Yəni fərqi yaradan qrammatika yox, gücdür. Fəlsəfi tərəfi isə daha ağırdır. Çünki biz bir insanın səsinə qulaq asıb onun sosial dəyərini ölçürüksə, bu artıq lingvistika deyil, bu iyerarxiyadır. Hamımızın danışdığı standart dil də bir vaxtlar ləhcə idi. Sadəcə o mərkəz oldu, digərləri periferiyada qaldı. Yəni bəlkə də məsələ budur. Biz dili obyektiv bir sistem kimi yox, sosial filtr kimi istifadə edirik. Çünki belə fikirləşin də, ağzımızdan çıxan səs dalğalarının tezliyi bizim üçün vacibdir, yoxsa o səs dalğalarının yaratdığı məna, fikir. Bir də bu tərəfdən baxın məsələyə.